Niva vloguna xoş gəlmisiniz. Birinci abunə olun, like edin, dostlarınıza göndərin və Niva'nın bu orta barı necə yığılacaqsa onu sizə göstərəcəm. Videonu uzatmayın, getdik. Deməli, uşaqlar, şişələri qaraqdıq. Ramingil döyücləyirlər. Axı, hələ Toğrul gəlib deyib ki, buna sıfır maşındır da, filtr al qoy bura. Bu nə bir abıçılıqdır? Bunları da dəyişmək lazımdır. Şunolları. Yox yəni. Şənivi. Biz qarlı havalara hazırlaşırıq. Gəlin bir dənə bunu da göstərim sizə Yüngülvari. Xudmani. Buna bax. Gözəldir axı. Gözəl Niva. Gəldik, çatdıq, dəyanətlə, Azikin yanına. Bir mənalı hamı yazırdı ki, qaqaş bu magnitofonu bura qoy. Mən də deməyim. Gəlin gələ birinci bir dənə Azikin yanına. Bu da Azikin maşınıdır, bax görsən. Gəldik. Müəllim iş başındadır. Deməli, oyuncaqlarımızı gətirmişik, bunlar sifariş ilə gəlib. İlk Niva olacaq ki, bu vəziyyətdə olacaq. Və bunları bura yığacaq. Təbii olaraq ki, siz bu videonu görəndən sonra artıq mən qurlaşdırmışam maşını və kimsə məndən qabaq sifariş verib gətirə bilməyəcək ki, qaqaş məndə var idi. Deməli, bu belə olacaq. Mən sizə izah edeyim. Bu girəcək bura, bu girəcək bura. Bir plus magnitofon orada öz yerində olacaq. Təbii olaraq ki, dəyənət 10 rüblətka verəcək, nə necə olsun. Qaldı knopkalar. Knopkalar da bu gedəcək o aşağı hissədə yerləşəcək, orada oturacaq. Və Niva'nın üstündəki olan knopkalar da hamısı bura yerləşəcək. Və burada da süketlərdə də hamısı var. Hər şey ideal şəkildə. Top səndədir. Gülürük. Əmələ gəlməyəcək? Gələcək. Bir dənə ulduz tavan da sən həll eləsəydin, canımız dincələrdi. Mən o işləri görmürəm. Hə? O işlərin öz sənətkarlığı var da, yəni. Aha. Hər işin öz sənətkarına yaxınlaşmaq lazımdır. Ay sağ ol, ay sağ ol. Deməli, iki daşın arasında ki, biz deflektorları yığırıqsa, nə elədik? Sadiqdən xahiş elədik ki, damı söksün, biz də aparaq 444 qaraja ki, ulduzunu yığsınlar. Qardaşım, yəni, mən ulduz tavanı sevirəm. Heç kimin də fikri mənə maraqlı deyil. Yəni, Galinwagenim olsun, Rolls-Royce'um olsun, Rolls-Royce da çıxıb bu söhbət. Samalyotum olsa belə, yəni mən yığacam ulduz tavandan ambiyansa. Qardaş, xoşlayıram da. Hə, necə olur? Amerikada, Avropada bunlar maşınlarına yığanda, yenə təkrar deyirəm bu sözü. Oy aman, vay vay, so good bros, niyə? Ümumiyyətlə, elə şeylə mən maraqlı deyil. Və siz də çalışın həyatda, müsbət cəhətdə olan istədiklərinizi eləyin. Oturub onun fikir versən, iş getməyəcək, həyat getməyəcək. Ona görə də gönlün necə xoşdursa, onu el, amma düzgün. Maşenlikli ilə, atmaqla, nə bilim, pis işlərlə yox. Gedək Nivansinə davam edək. Çox sözlərim var danışılası. Sadəcə olaraq YouTube vlogu çəkəcəm. Xosrovun biografisi. Information Xosrov. O YouTube'u çəkəcəm, plan hazırlayıram. Sıfırdan 100'e qədər Xosrov nədir, necədir, hər şey biləcəksiniz o videoda. Hə, sökürə. Rulum da əyri qaldı. Sevmədin? Yox, vaxt edə bilmirəm axı Şəhriyarın yanına gedir. Yox, açar-uçarım onu çıxarıb düzəllər. Şestigrankdır bu. Hə? Şestigrankdır, baxarıq burada. Peçdən çıxardın? Şestigranikdir, deyirəm, baxarım. Benim canlarım hələ də buradadır. Canlarım benim buradadır. Hə, o üçün inşallah. Servisimizdə yeniliklər edirik. Yəni artıq sizin üçün hər şey burada olacaq. Görürsünüz, polkalar, disklər zad olacaq, burada polkalarda aksiyonlar zad satacaq. Yəni də deyin görün. Bir daha həmin kofesi burada da deyin görün. Okey.
söküldü, tam hazır vəziyyətdə. Amma inşallah belə qərara gəldim ki, bu stoykaları parça eləməyim, qara da eləməyim və onun su qaradır. Çünki zazor qalacaq. Sevmirəm, qoy elə özü qalsın, bomba kimidir. Ehtiyac edirəm var eləməyə. İndi də gönlərə 444 qalacaq. Salam əziz. Salam aleykum. Tamam dostlar, necəsiz? Ulduz tavanımız hazırdır, gedirik Nivamızın yanına. Və ünvanı da sizə belə izah edeyim. Asan Xidmətin arxasında bir dənə paralel küçə var da, o Əhməd Rəzəvli ilə paralel. Burada gəlirsən, bir dənə Siftapar yox. Siftapara çatmamış, buradan sona dönürsən. Sona dönəndən sonra gəlirsən, bir dənə qəşəng, düz. Bir dənə buradan sağ. Deməli qardaşım, bu maşının ulduz ambiyansını da şey yığıb ha, elə 444 qaraj. Nivamızı da yığıb, amma Nivada bir dənə ulduz yığıb. Bərk ürəyincə olub da, yəni bu qədər ulduz tavanım olub, amma bu başqa oldu mənim üçün. Bəli, yenə də 444 qarajdayıq. Ulduz tavan çox həssas bir mövzu olduğu üçün mənim üçün. İndi deyəcəksən ki, qaqaş nə var oradan? Jilkanı aldım, bloku aldım, deşdim, taxdım, bitdi. Hə, sən deyəndə. Amma biz elə işlə görmürük. Ona görə də ulduz tavanı çox sevdiyim üçün mənim üçün fərqi yoxdur ya. Yəni Lamborghini alsam da yenə də onun üçün ulduz qoyacağam. Yenə də ambiyans qoyacağam. Fərqi yoxdur. İlk növbədə cildimi ki göstərmişdim sizə. Bilirəm, tələsmin, Diyanı bordadır, yığmışıq. Diyan, səbirli ol. Bu bizim cilimiz. Bu bizim ambiyans. Bir də buna bax. Bax. Rahat gedib gəlir. Rahat gedir gəlir. Bir 7-8 ay olar yığmışıq. 7-8 ay yığmışıq. Kapalojla necə lazımdır, yerindədir. Ambiyansla ulduzu buradadır. Cilini çox var. Merhabalar. Ramin də buradadır. Bir də bu arada bunu da deyim. Yəni tonirovkaları ancaq Ramin vurur mənim maşınlarımın üstündə və dostlarımın maşınında. Çünki bu uşağın bu maşına vurduğu plonkalar sorğusu sualı olmur. Bir dənə bura bax. Gözəldir. Bu maşında oynayan ulduz tavan qoymamışam. Çünki bunu gündəlik sürürəm. Ona görə istəməmişəm. İstəmişəm bu belə olsun. İndi gəl bura. Bir dənə söndürə bilərik həyatı. Oy, gəl bura. Həqiqətən deyirəm. Çox sevdim bu ulduzu. Yəni, bir dənə gir içəri, qapıda ayıbdır, kes içəri. Oyda, çox səviyyədir. Çox. Niyə səviyyədir deyim biləsiz. Bax, belə xət kimi getmir. Bildiyin, yəni ulduz kimi, galaksi kimidir. Görürsünüz? Hamısı fərqli-fərqli rənglər dəyişilir. Bir dənə ona bax. Çox gözəldir. Oyda, çox gönlümcədir. Deməli, gördünüz ki, Nivanın şitli deflektorları zaten hamısı sökülüb. Orada biləcəksiniz kimin Nivası necə olur. Meredokla o işlər ölçülmür, qardaşım. Yəni, 18 barmaq, 12 barmaq. Nə deyə xərci? 100 manatdır da qabağını qaldırmaq, 3 manat da arxasını kəsməkdir. Ondan ölçülmür maşın söhbətləri. Bax, bu cürünü akuratlı işlər. Amma onun deflektorları elə olacaq ki, bir dənə 0.88-dədir. Səbirli olun. Qaraja işimiz bitdi, gedirik finala. Final hələ yox, çox işlərimiz olacaq Nivada. Dəyanətin yanına gedirik, çünki salonu yığmalıdır. Ondan sonra deyəcəm ki, kimin Nivası necə Nivadır. Maşını 7-8 ay bundan qabaq yığmışdıq ceylisini. İndi isə Nivasını yığmışıq, ulduz tavan yığılıb, axan da oynayan bloklarda. Görsən zaman. Cəmaət əziyyət çəkir. Bəli. Dediyim kimi, sənin bir vazın, Nivan varsa, çünki maşın məktəbi vazdan başlayır. O məktəbin də direktori kimdir? Dəyanətlə Azikdir. Bu maşınımızı gətirdik bura. Qardaşımız bir dənə ideya fikirləşdi. Dəyanət də dedim, mənli idi. Zavod səviyyəsində qurlaşdırıb verəcəm. Gəl bura. Gir bir dənə içərini göstər, mən o biri qapıdan girim. Deməli, mən bu magnitofonu bura taxanda bir mənalı hamı bilirdim ki, yazacaq ki, qaqa, yuxarıdakı reflektoru ləğv elə magnitofonu qoyurlar. Yox, qardaşım, biz heç nə ləğv eləmirik. Zavod səviyyəsində.
Ramkamızı sifariş verdik, gəldi. Reflektorumuz öz yerindədir. Özü də hava vurmaq şərti ilə, isti soyuq vurmaq şərti ilə işlək vəziyyətdədir. Knopkalar da bax, görürsən gəldi belə ideal şəkildə burada dayanıb və magnitofonumuzu da gətirib qoymuşuq bura. Zavod səviyyəsində. Bir dənə zazolları zadı hamısını göstər. Və reflektorlar da gördüyün kimi əyri, üyrü, nə bilmirəm, bu qaraların üstünə deşiyi, elə söhbətlər yoxdur ya. Bu söhbətlər çox orijinal və həssas mövzulardır. Və bu qısıqı həyata keçirmək çox baha başa gəldi. Amma sevirsənsə, dalıca qaçmalısan. Bu işin peşəkarı da dəyənətdir. Bir də yekəpərlərə deyim. Mənim kimi, yəni hündür yekəpərdilər. Nivada əyləşəndə çox çətinlik çəkirsiniz. Rulda öz yerini tapdı və bunu göstər. Başa düşdü ki, bu indi necə dala gedir, harda dayanıb. Rahat şəkildə Nivada əyləşib geyirik. Gecə vaxtı bir dənə düşün də bu mənzərəni, bir dənə düşün. Gördünüz necə reflektoru qoyurlar, necə magnitofon gətirib yuxarıya qoyurlar. Hava vurur ha, qardaşım, deyən. Bir dənə kağız tapım mən. Bir dənə kağız. Hə, knopkalarımız bax, hamısı işlək vəziyyətdədir, bax. Görürsən? İşlək vəziyyətdə. Suvenir dayanmayıb ha orada. Qardaşımız helikopter. Bunlar hamısı incə toxunmuşlardır. Faran görürsən, üstü düz olan faradır. O da kim qoymalıydı? Dəyənət qoymalıydı da burada. Mən bu maşının hər bir boltunu ancaq dəyənət və azikə deyirəm ki, açsın, bağlasın. Çünki zavod səviyyəsində bunlar bağlayacaqlar. Və buradan da bir də özünü də göstərim də. Bax bu qardaşımdır. O maşını o vəziyyətdə yığmağa 10 gün vaxt apardı. Mən də sakit durdum. Çünki səsini çıxarsan deyəcək ki, əyri qaldı. Və bax yenə deyirəm. Ay neçiyədir, ay bu filan kəs o qiymət zat eləmin. Bu qapıya gəldinsə qardaşım, bir kərəm gəl, istəyibdi, həyata keçirib, maşını ustanovka edib sənə verəcəklər. Mil kimi xahiş edirəm, qurban olum. 1000 dəfə xahiş edirəm. İşi görmək fikri, niyyəti ciddidirsə səndə. Gəl bu qapıya, işini gör, get. Və salam, şut, tamam. Bunu da deyim, Azərbaycanda bu bar ilk mənim nivamdadır ki, qardaşlarım elədilər. Əfirəm sizlərə.